Çörək bişirilən məkanda ürək bulandıran mənzərə, sex bağlandı. Biləsuvar rayonunda çörək sexinin fəaliyyəti dayandırılıb. Reportun Muğan Bürosunun məlumatına görə Qida Təhlükəsizliyi Agentliyinin Şirvan Biləsuvar bölməsi tərəfindən Biləsuvar şəhəri Heydər Əliyev prospektində yerləşən çörək istehsalı sexində plandan kənar yoxlama keçirilib. Araşdırmalar zamanı sexin ambar və emal sahələrinin divar, döşəmə və tavan hissələrinin asan yuyula bilən materiallarla üzlənmədiyi, ambarda saxlanılan unun divar və döşəmədən ara məsafəsi gözlənilmədən yığılması, emal sahəsində çalışan işçilərin müvafiq geyim forması ilə təmin olunmaması, işçi masalarının paslanmaya davamlı materialdan hazırlanmaması, hazır bişmiş çörəklər üçün ayrıca sahənin ayrılmaması və məhsulların döşəmədən ara məsafəsi gözlənilmədən yığılması, eləcə də digər nöqsanlar sexdə ən adi qaydalara belə riayət olunmadığı müəyyən edilir.